Əziz abituriyentlər və müdavimlər, bizim bugünkü mövzumuz köməkçi nüksələrinin amonimliyi mövzusudur. Deməli, ən çox şagirdlərin, abituriyentlərin çətinlik çəkdiyi ki, dadə, ancaq və ha ədatının fərqləndirilməsi məsələləridir. Mən də çalışacağım qədər bu mövzuya toxunmağı labüd bilirəm. Düzdür, fərqli nüksələrin fərqli amonimlikləri var. Amma daha çox çatışılan məsələ olaraq bunlara diqqət yetirək. Əvvəla ki, həm bağlayıcı, həm ədat olur. Hardan bilirik bunu? Ki, ədatdır, hardan bilirik ki, bağlayıcıdır. Əvvəla onu yadımıza saxlayaq ki, iki cümləni birləşdirirsə bir-birinə, bu artıq bağlayıcı funksiyasındadır və vergül qoyulur bundan sonra. Məsəl üçün deyirəm ki, mən deyirəm ki, bunu belə et. Baxın, mən deyirəm bir cümlədir. Daha doğrusu, mən deyirəm bir cümlədir. Bunu belə et bir cümlədir. İki cümləni birləşdirdik ki, bağlayıcısı və ondan sonra mütləq vergül qoyulur. Əgər doğru işarəsi buraxılmayıbsa. Əgər iki cümləni bir-birinə bağlayırsa və ondan sonra vergül qoyulubsa, artıq buradakı bağlayıcıdır. Məsəl üçün deyirəm, o bilir ki, mən bunu edəcəm. O bilir bir cümlədir, mən bunu edəcəm bir cümlədir. İki cümləni bir-birinə bağladığına görə də artıq nədir? Bağlayıcı funksiyasındadır. Ədat olduğunu hardan bilirik? Məlum məsələ cümlədən çıxardanda məna itmirsə, iki cümləni bir-birinə bağlamırsa, artıq burada ədat funksiyasındadır. Məsəl üçün deyirəm ki, sən ki məni tanıyırsan, çıxartdım, sən məni tanıyırsan və görürsünüz ki, vergül yoxdur. Çıxardanda məna itmirsə, təsir gücü düzdür, azalır. Amma vergül yoxdursa, artıq bu nədir? Ədat funksiyasındadır. Bu, bunu fərqləndirməyin yolu. İndi test tapşırıqları üzərində işləyəcək o ayrı bir məsələ. Hal-hazırda bu izahıdır. Deməli, dadə ən çaşılan mövzudur mənə gəlir ki, bunu diqqətlə qulaq asaq. Deməli, dadə həm ədat olur, həm bağlayıcı olur. Əgər dadə sadalama intonasiyası ilə gedərsə, sözləri bir-birinə bağlamaq düşüncəmizdə, sözləri bir-birinə bağlayırıqsa, artıq bu bağlayıcı funksiyasındadır. Məsəl üçün deyirəm ki, sən də gedir, sən. Sən də, mən də, o da, bunlar sadalama intonasiyasını davam etdirə biliriksə, bağlayıcı funksiyasındadır. Məsəl üçün deyirəm ki, Aysun da gəlmişdir. Aysun da, Cəfər də, Şölə də. Bunları özümüzdən qura biliriksə, bizə nümunədə Aysunu verirlər. Aysun da gəlmişdir. Da'nın yerinə, yəni bunun davamına Aysun da, Cəfər də, Nazlı da, Firəngiz də deyə biliriksə öz təxəyyülümüzdə. Artıq bu bağlayıcıdır. Amma sadəcə təsir gücünü artırırsa, artıq orada ədat funksiyasında. Deyirəm ki, bunu belə etmə də, məsəl üçün, bu dəyəni çıxardıram cümlədən, bunu belə etmə. Çünki ədatın funksiyası odur ki, cümlədən çıxardanda məna gücü, təsir gücü azalır, amma yenə də öz mənasını itirmir. Bunu belə etmə də desək daha qəşəng çıxır, amma çıxardığında da elə bir məna fərqi olmur. Ona görə bu artıq ədatdır. Bir də ki, yoldaşlar, sasidən sonra gələn, sasi şəkilsindən sonra gələn dadə ədatdır, yadınızı saxlayın. Məsəl üçün, o bunu etsə də, mən ona qarşı dayana bilmədim. Ona görə nədir? Artıq da burada ədat funksiyasındadır. O, oxusa da danışa bilmirdi. Artıq orada yenə ədat funksiyasındadır. Üçüncü bir məsələ ancaqın bağlayıcı yoxsa ədat olduğunu təyin etməkdir. Əgər ancaq iki cümləni bir-birinə iki cümlənin içərisindədirsə və ancaqın yerinə amma qoya biliriksə bağlayıcıdır, ancaqın yerinə yalnız qoya bilirəmsə ədatdır. Çünki bağlayıcının qarşılaşdırma bir növü var idi. Amma ancaq, lakin halbuki fəqət bunları qoya bilirəmsə, sinonimi olan bağlayıcıları qoya bilirəmsə bağlayıcıdır. Ədatda da məhdudlaşdırıcı zatlar var idi ki, yalnız, tək-təkcə, bir-bircə, ancaq bunlar məhdudlaşdırıcı zatdır. Yerinə hansını qoyuruqsa, artıq o kontekst olur. Məsəl üçün, deyirəm ki, mən bunu
danışdım. Yeri gəlmişkən, amma, ancaq, lakin, halbuki, fəqət hissədən əvvəl qoyulur deyəcək. Amma, daha doğrusu, ancaq o məni dinləmədi. Baxın, burada amma qoya bilirəmsə, lakin qoya bilirəmsə, artıq nədir? Bağlayıcı funksiyasındadır. Amma deyirəm ki, ancaq sən məni başa düşən. Ancaq məni sən başa düşürsən. Yalnız məni sən başa düşürsən. Çünki ədatın növləri var axı məhdudlaşdırıcı ədatlarda. Yerinə qoya bilirəmsə artıq nədir? Ədatdır. Və halın əmr ədatı və yaxud da qüvvətlənicilik olduğunu hardan bilək? Bu da daha çox çaşdırılan mövzulardandır. Deməli, əgər ha fiilin əmr şəklindən sonra gəlibdirsə, əmr ədatı, yerdə qalan bütün şəkillərdən sonra, nədən sonra gəlirsə artıq olur qüvvətlənicici ədatlar. Məsəl üçün deyirəm ki, bunu belə et, ha. Məsəl üçün, burada et nədir? Əmr şəklidir. Əmr şəklindən sonra gəldiyinə görə əmr ədatıdır. Buradakı ha. Və yaxud deyirəm ki, etməlisən, ha. Məsəl üçün, mal müəlliməyə şəkilçisi idi, vacib şəkli. Əmr şəkli deyil deyə, burada artıq qüvvətlənicici ədatdır. Bu tip olacaq. İkisinə də müəyyən qədər əmrə oxşuyur. Amma baxmalıyıq ki, bu artıq vacib növümüzdədir, vacib feilimizdədir, şəklimizdədir. İnşallah.